Tərtər rayonunda əhalinin əsas məşğuliyyət növlərindən biri bağçılıq və tingçilikdir. Odur ki, bura səfər edən hər kəsin diqqətini yol boyu əkin sahələrindəki tingçilik təsərrüfatları cəlb edir. Tərtərli təsərrüfat sahiblərinin yetişdirdikləri meyvə və dekorativ bitkilərin tingləri ətraf rayonlarla yanaşı Bakı şəhərində və respublikanın digər regionlarında satışa çıxarılır. Təsərrüfat sahibi Nizami Abdullayev bildirir ki, 2019-cu ildə yaradılan təsərrüfatda ilk illərdə Türkiyədən dekorativ bitkilərin ştilləri gətirilərək böyüdülür, satışa çıxarılırdı. Lakin son 2 ildir həmin bitkilər çilik və toxum vasitəsilə elə Tərtərdə yetişdirilir. Qərara gəldik ki, özümüz burada yetişdirməyə başlayaq bunu. Yəni artıq 2 ildir ki, sıfırdan çilik və toxum vasitəsilə sıfırdan özümüz istehsala başlamışıq. Təxminən 40-a yaxın çeşidimiz mövcuddur. Bunlardan həmişəyaşıl tiplərdən Viburnum lucidum, Fatunia, Ligustrum texanum, Buxus, Juniperus, sarmaşıqlardan Jasmin, Hedera. Əsasən Bakıda o mövcud olan satış məntəqələrindən gəlib bizdən alırlar. Bizdə əsasən topdan satışdır. Bir də olur, bəzi hallarda yol qırağında olduğuna görə obyektimiz keçən müştərilər görüb özləri yaxınlaşırlar. Əsasən bazarımız Bakı üçün nəzərdə tutulub, çünki rayon cəmaatı dekorativ bitkilər əkmir həyətində, meyvə ağaclarına daha üstünlük verirlər. İnsanlar kimi hər bir bitkinin də özünə məxsus xüsusiyyəti, öz sirri, öz dili var. Nizami Abdullayev bitkilərin çoxaldılması yolları haqqında da məlumat verib. Bu Ligustrum texanum deyilən bitkinin çilikləridir. Bu anaç bitkidən kəsilərək alınır. Çiliklə artırmanın üstün cəhəti odur ki, anaç bitkinin özəlliklərini birəbir yəni növbəti nəslə ötürə bilir. Toxumla artırmada bəzən cır alına bilir çıxan bitkilər. Amma çiliklə artırmada öz xüsusiyyətlərini birəbir ötürmə eləyir. Çiliyin vurma qaydasını göstərim. Çiliyi əkin materialı olaraq kakabit istifadə edirik. Bunlar pomidor istixanalarından istifadə olunmuş kakabitləri biz ucuz qiymətə alıb təkrar emal edirik. Bu gördükləriniz Fenix ağacının ştilləridir. Bunları toxumla artırmışıq. Bu istixanada gördüyünüz bitkilər jasmin sarmaşıqlarıdır. Bunlar aprel-may aylarında çox gözəl ətirli çiçəklər açır. Bunları da eynən çilik vasitəsilə artırmışıq. Müddət 2 yaşına çatanda artıq onlar da satışa veriləcək. Təsərrüfatda tinglərin qiyməti bitkinin cinsindən, böyüklüyündən və yaşından asılı olaraq dəyişir. Belə ki, təsərrüfatdakı dekorativ bitkilərin orta qiyməti 30-50 manat təşkil edir. Ən ucuz bitki 2 manata satılan, eynumis ən bahalı bitki isə təsərrüfat yaranarkən İtaliyadan ixal edilən Magnolia grandifloradır. Qiyməti 2500 manat olan bu bitkinin 30-dan artıq yaşı var.